ən çox buna inanmayanlardan, yəni bunu necə deyim, həzm edə bilməyən insanlardan biri mən idim. Demək olar ki, şok yaşamışdım ki, yəni bunu İsa edə bilməzdi də. Çünki İsa o qədər həyat dolu idi ki, hər bir insana da bu həyatdan o qədər işıq saçırdı ki, yəni İsa heç vaxt heç kimin ağlına gəlməzdi ki, yəni belə bir proses, belə bir hadisə onun başına gələ bilər. İsa Şahmarlı mənim üçün dünya sevər, insan sevər və müsbət enerji dolu birisi kimi daima yadımda qalıb. Çünki hələ mənim xatirələrim də ancaq onun müsbət enerjisi ilə bağlıdır, insanlara olan sevgisi ilə bağlı idi. Azərbaycanda ilk dəfə televiziyaya çıxan və dövrünün astanınan queer aktivistlərindən olan İsa Şahmarlı 22 yanvar 2014-cü ildə özünü göy quşağı bayrağından asaraq intihar edib. Həmin dövrdə İsa'nın intiharı böyük rezonans doğurub. Lakin nə İsa'nın Azərbaycandakı aktivist fəaliyyəti, nə də ölümündən kənar hadisələr danışılmıyor. İsa 2013-cü ildə ölkədə ilk LGBTQR təşkilatı olan Azad LGBT təşkilatının qurucusu olub. Bu illər içərisində geridə qoyduğu dəyərlər, mübarizə ruhu bu ölkədə görülməyən queer tarixidir. 2013-cü yayından bu prosesə başladıq biz İsa ilə, Azad LGBT-nin qurulması. Hər hansı bir layihələrdə, deməli, layihələr hansılar olacaq və hansı layihələri biz birinci həyata keçirmək istəyirik, bu barədə söhbət edirdik və əlbəttə ki, bəzi layihələri həyata keçirmək o dəqiqə mümkün deyil idi. Burada maddiyyat problemi var idi, burada yer problemi var idi, amma həmin dövrdə bizdə o, deməli, sosial sferada tanıdığımız insanlar var idi ki, hansı ki, onlar bizi ilə işləməyə maraqlı idilər. Onlardan müəyyən, necə deyim, qarşılıqlı yardımlaşma şəklində bəzi layihələri həyata keçirməli olurduq. Yəni heç bir təmənnasız, heç bir maliyyə sərf etmədən. Bunlardan biri də art tipli, yəni incəsənət yönümlü layihələrdir. Və həmin dövrdə yadıma gəlir ki, Zirzəmi adında belə bir yer fəaliyyət göstərirdi. Gənclər ora toplaşırdı, tamaşalar göstərirdilər, müəyyən filmləri göstərirdi projektorlarla və ya hər hansı bir şeir gecələri mənə elə gəlir, bunlar da olurdu. Sağ olsun Zirzəminin iştirakçıları, necə də təşkilatçıları bizi ilə işləməyə razılıq verdilər və ilk dəfə İsa orada Milk kinosunu nümayiş etdirdik biz orada. LGBT mövzulu, deməli Amerikada istehsal olunmuş bir filmdir. Sırf LGBT insanın lider pozisiyada, lider mövqeyində çıxış edərək LGBT insanların haqlarını necə müdafiə etdiyindən bəhs edən bir filmdir təxminən. Hələ mənim xatirələrim də ancaq onun müsbət enerjisi ilə bağlıdır, insanlara olan sevgisi ilə bağlı idi. Və elə də davam edir. Onun enerjisini baxmayaraq ki, uzun müddətdir bizim aramızda yoxdur, amma mən şəxsən mənim həyatımda onun varoluşu iz buraxıbdır və hələ də davam edir. İncəsənət mədəniyyət tərəfindən çox danışırdıq, şeir haqqında, ədəbiyyat haqqında çox danışırdıq. Və mənə təklif eləmişdi ki, gəl bəlkə görüşək, bir gün çay içək. Razılıq verdim, görüşdük. Çoxlu ideyaları vardı, paylaşmaq istəyirdi və mən həmin o kəs idim ki, qabağında oturub dinləyirdim və o ideyalarını mənə danışırdı, hisslərini danışırdı, mübarizəsi haqqında danışırdı mənə daha çox. Beləcə biz adəti halda başladıq həftə sonları görüşməyə, publara, kafelərə getməyə, daha sıx-sıx görüşməyə. O daha çox insan sevgisindən danışırdı mənə və heç kim heç nə bilmir, onları öyrətmək lazımdır, nə bilim, onlara sevgi göstərmək lazımdır. Belə paylaşırdı və mən şoka düşürdüm ki, vav, səndə bu güc hardandır və onun sayəsində mən də başladım artıq. İndiki belə baxmayaq ki, 10 ilə yaxında keçibdi. Mən indi başlayıram onun dediklərini başa düşməyə, dərk etməyə və insanlara münasibətimi dəyişməyə. Amma o bunu gənc yaşlarında, 20-21 yaşlarında eləyirdi. It was 2013, and I was in America at the time. I had just finished working as a Peace Corps volunteer in Zagatala. And Lala wrote me and said that I have this friend here who is working as an LGBT activist, and I really want you to meet him. So I was working on a documentary that was about music in Azerbaijan. And at the end of it, we did a showing of this director's films in the Yug Theater in Sovetski.
Lala came to it, and also Issa came to it. And this was the first time I met him. He didn't say too much. He was a little quiet. And then he ended up leaving a little bit before, so it was just Lala and me. I remember I was talking to Lala, and I was like, "Oh, I don't think he liked me very much," but I was kind of joking because I was like, "Oh, he was really quiet. I don't think he liked me." And Lala was like, "Oh, don't worry. He's just a quiet person. It takes a little while to get to know him." He would come to Kanal on Uch, and her and I and a couple other people there became really close friends. İsa'da mən aktivizm ideyalarını daha çox görürdüm. Cəmiyyətin bu icmanın içinə girmək, LGBT icmasının içinə girmək, hər birinin nə problemi var, bununla maraqlanmaq, LGBT fərdləri deyək də, yəni bunların hər birinin şəxsi problemləri vardı. Bunlardan fərd bəlkə o İsa elə insanlar var ki, tanıyırdı və onlara dəstək olmaq istəyirdi. Mən görürdüm ki, o həmin gender tərəqqi ofisinə gedib özü mənə deyirdi ki, özü mənə neçə dəfə oradan götürdüyü düymələri gətirib verirdi. O aktivizm düymələri, sancaqları ki olur, qarşısına çıxan adamlara paylaşsın. Məsələn, o düymədə, o sancaqlarda olur ki, LGBT sözləri yazılmışdı, trans sözü yazılmışdı. Bəlkə bu sözü kiməsə göstərəndə ilk dəfə idi bu sözü görən adamlar ola bilərdi, deyilmi, dostlarının arasında. Amma o yenə də aparıb paylayırdı. Və LGBT icmasının özündə belə, məsələn, yaşanan bəzi problemlər ola bilərdi ki, özləri ilə kontakt qururdu. Məsələn, qoruyucuları həmin ofisdən götürüb, həmin insanlara paylayırdı. Ola bilsin ki, həmin insanlar həmin ofisi tanımırlar, gəlmək istəmirlər, gəlməyə də bariyerləri var. Və ya dostlarıdır. Sadəcə məlumatı yoxdur belə bir şeydən və ya belə bir həyat tərzi yoxdur. Özünü qorumaq haqqında çox da fikirləşmir və ya necə deyim, o qədər də sensitivliyi yoxdur bu barədə. Götürüb, yəni mən bilirəm ki, şahidiyəm ki və mənə hətta İsa öləndən sonra bəzi həmin fərdlər özü mənə yazıb deyirdi ki, İsa elə bir şəxs idi ki, bizi özündən, yəni bizi düşünürdü. Biz heç ondan heç nə soruşmurduq, o bizi düşünürdü. Götürüb bizə gətirib qoruyucular paylayırdı. Bir də gördün sənə bir gözəl bir şeir deyir. Bir də görsən sənə gözəl bir qəzəl deyir. Məsələn, onun indi xatirələrindən danışanda eşidəcəksiniz, bir film çəkirdik biz, Ğı filmi. Bizə gedib internetdən qəzəl tapmışdı ki, bəlkə bu qəzəli səsləndirək həmin filmdə. Yəni mən deyirdim ki, yəni bu hardan çıxdı, heç bu haqqda fikirləşmirdi. Çünki bu ədəbiyyatşünas idi, yəni ədəbiyyata meylli bir insan idi. Bir faktı da deyim ki, o deməli Pedaqoji Universitetin ədəbiyyat fakültəsində oxuyurdu, lakin oxuyub qutara bilməmişdi. Çünki onu deməli vaxtaşırı universitetin girişində bullying, hədə-qorxu, döyülmə, yəni o mənə dedi ki, neçə dəfə mən orada döyüldüm. Yəni çünki açıq insan idi. Açıq şəkildə deyirdi ki, mən LGBT fərdiyəm və ona görə də üzləşirdi, yəni zorakılıqla öz ətrafında olan o maço tipli kişilər və oğlanlar tərəfindən. Onun bildiyi bir şey vardı ki, insan səmimiyyətə acıdır. Hər bir insan onunla daha çox isti, səmimi danışanda o açılır qarşı tərəf. Və bu variantları da mənə öyrədirdi. Sonra mən öz həyatımda təbliğ edirdim, gördüm ki, həqiqətən də belədir. Bu sanki öyrənib və gəlib belə bir kəs idi. Məsələn, onun bir sadə, adi arzusu var idi ki, Bakıda, daha doğrusu İçəri şəhərin içində, böyle qalalardan daxilində əl-ələ bir oğlanla gəzmək idi və bu arzusu haqqında danışanda mən sadəcə söylədim ki, dur gedək İçəri şəhərə əl-ələ gəzək. Və buna eşidəndə şoka düşmüşdü, elə bilmişdi zarafat edirəm falan. Və mən də tam ciddi şəkildə dedim ki, yox, dur gedək. Biz getdik. İçəri şəhərə girdik, belə çox hava da belə romantikləşmişdi, yağış yağırdı, belə heç kim yox idi küçədə və bunun əlindən tuturam və gəzirik sadəcə bu mərkəzi küçələrlə və onda çox xoşbəxt görünürdü və o anda mən anladım bunun aktivizmini, mübarizəsini, istəyini. Onun yəni istədiyi şeylər çox sadə idi. Sevgi olsun, hörmət olsun, LGBT fərdləri göydən düşməyiblər, onlar həmişə var. Bunu sübut eləmək istəyirdi cəmiyyətə qarşı və edirdi də. Öz sevgisi ilə, enerjisi ilə, gücü ilə edirdi bunu və
Biz orada hətta əl-ələ durub şəkildə yoldan keçən birinə bir xanım idi, uzatdıqca çəkə bilərsiniz və onun da müsbət reaksiyası çox gözəl idi ki, hə, lap yaxşı belə şəklinizi çəkmişdi. Yeganə qoruyub saxlaya bildiyim şəkillərdəndir və o şəkil daima mənə insan sevgisindən danışır. He came to me with this idea for the R film. And the reason he picked the title for this film, R, is because there's no words in Azerbaijani that start with this letter. So it becomes a representation of the LGBTI experience, and that's why he picked it as the title of this film. It was zero budget. It was a zero budget film. So İsa had the clothes already, but we needed palpaglar. So we went to İçeri Şehir, and we basically gave the guy like $5 or 10 manat or something like that, and borrowed these hats for a day. There was 5 of us there in total. We went to this sort of seaside forest area that was outside of Baku. I was doing the filming, but we can say that İsa was the director, because basically whenever we were doing a shot, he was like, I want to shoot it this way, I want you to come this way, move along here. İsa was really good at taking a situation that maybe would be stressful or difficult for a group of people and turning it into like a joyful, silly experience. So, you know, it was a little difficult for some of the people involved. Like, people would start laughing because we're in like historical costumes and we're doing this all for zero budget. So, but İsa kept everyone focused, and we managed to get through the whole thing in just like an hour or so. It was really fun. Bu proses İsa'da yaşanandan sonra, özünə qəsd edəndən sonra mən ən çox buna inanmayanlardan, yəni bunu necə deyim, həzm edə bilməyən insanlardan biri mən idim. Demək olar ki, şok yaşamışdım ki, yəni bunu İsa edə bilməzdi də. Çünki İsa o qədər həyat dolu idi ki, hər bir insana da bu həyatdan o qədər işıq saçırdı ki, yəni İsa heç vaxt heç kimin ağlına gəlməzdi ki, yəni belə bir proses, belə bir hadisə onun başına gələ bilər. Ola bilsin bəlkə necə deyim, ən yaxın dostları olub və ya onlarla nə vaxtsa nəsə paylaşıb, amma bu ümumilikdə mən bundan heç vaxt İsa'dan belə bir şey görməmişdim. Negativ danışsın, həyat haqqında ümidsiz danışsın, yəni bu İsa'da yox idi. Həmin gündə biz həmin dostumuzun evindən qayıdırdıq. Yanımızda gedən dostdan biri dedi ki, biraz belə intihara meyilli sözlər dedi. Yəni sözün düzünü desəm, həmin an İsa ona qayıdıb, yəni o qədər həyat dolu idi ki, insanların bu sözü işlətməyini belə qəbul etmirdi. Deyirdi ki, hə ölsən nə olacaq? Dünya boş qalacaq. Yəni o qədər pozitiv cavabdır ki bu. Bunu deyən bir adamın nə vaxtsa özünün bu başına bu hadisə gələcəyinə heç vaxt inanmazsan. Yəni şəxs olaraq mən inanmaram ki, gör nə qədər pozitiv yanaşır həyata. Biz bilirik ki, İsa'nın ölməyi bizə şok təsiri bağışladı. Ən çox da mənə də bağışladı. Çünki bizim nə qədər planlarımız var idi. İsa nə qədər, necə deyim, layihəni yarımçıq qoydu, getdi, belə deyək. Məsələn, o ölməmişdən bir neçə gün əvvəl, hətta mənimlə danışırdı ki, Gənclərin Səsi radiosu var. Onlarla danışmışam, razı salmışam və bizim radio verilişimiz olacaq. Mən orada həftəlik LGBTI verilişim olacaq. Lalə deyir, təsəvvür edirsən, mənim şəxsi bir verilişim olacaq. Hansı ki, mən LGBTI insanlardan danışacağam. Yəni o qədər belə həvəsli layihələri var idi. Bu onlardan biri idi. Yəni yəni Azad LGBT ən yaranmış, ən cavan təşkilat olsa da, bir neçə layihə addımlamaqda idi. Yəni bəlkə də onların həyata keçirməsi hələ başlamamışdı, amma biz planlama mərhələsində idik. Və İsa öləndən sonra biz dedik ki, bu proseslər, Azadın aktivizmi dayanmamalıdır. Yəni hətta daha çox davam etməlidir. Çünki İsa ənində sonunda türklər demiş, bu idealları üçün mən elə gəlir ki, bu həyatdan getdi. Və o öləndə o dediyi sözlər, o həyatdan gedərkən yazdığı sözlər buna bariz misaldır, yəni nümunədir ki, onun bu həyatdan getməsi, onun ideallarının Azərbaycan cəmiyyətində necə deyim, hörmət edilməməsi, yaxşı qarşılanmaması, ailəsi tərəfindən, dostları yox, daha doğrusu cəmiyyət tərəfindən. Və buna görə də biz davam etməliydik. Və davam etmək üçün ən birinci biz istədik onlayn kampaniya həyata keçirək. Çünki həmin vaxt o qədər də deməli
onlayn olmayan, yəni fiziki olaraq layihələri həyata keçirmək bir qədər asan deyildi. Yəni indi də asan deyil, düzdür, amma o vaxtı heç asan deyildi. Və biz çalışdıq ki, bunu onlayn kampaniya şəklində həyata keçirək. Düzdür, İsa öləndə İsa Şahmarlı hashtagi açılmışdı dostları tərəfindən. Twitterdə bu böyük bir necə deyim, xəbər şəklində yayıldı. Demək olar ki, bütün dünyada olan media qurumları İsa'nın ölümündən yazdılar. Çünki İsa'nın ölümü faciəli bir ölüm idi. Çox belə necə deyim, LGBT mesajlı bir ölüm idi həmin vaxt üçün. Və ona görə də istənilən media qurumundan olurdu ki, bir də gördüm, intervyu vermək üçün mesajlar alırdıq. İntervyu verərsinizmi? Yəni o qədər yayılmışdı ki, bu məsələ. Ona görə də onlayn kampaniya olmağı biz fikirləşdik ki, daha yaxşı olar, daha da bu mövzu aktuallaşar. Və onlayn kampaniya olaraq Love is Love kampaniyası başlatdıq. Sevgi elə sevgidir. Və biz iştirakçılardan xahiş edirdik ki, Love is Love plakatı çəksin, göy qurşağı şəkli çəksin, ya necəsə, ya öz üzərlərində geyinsin, ya şəklini çəksin, ya hər hansı bir mural eləsin, divar incəsənət art nümunəsi etsin və onun şəklini çəkib bizə göndərsin. Və bu bəlkə o xəbərlərin fonunda olduğuna görə, bəlkə necə deyim, həmin İsa'nın ölümü təzəcə baş vermişdi ona görə, ya da ki, kampaniyanın özünün onlayn platformada olduğuna görə bir çox insandan biz həmin o şəkilləri aldıq. Çox geniş vüsət aldıq. Xaricdən, Türkiyədən, Rusiyadan. 404 Not Found var idi o vaxt, mənim yadıma gəlir. Onlardan biz nə qədər şəkillər aldıq. Azərbaycanın özündən. Mən onda bildim ki, nə qədər LGBT dəstəkçisi var imiş Azərbaycanda. Nə qədər insan o şəkli çəkib, yəni öz sifəti ilə, öz üzünün göründüyü şəkli LGBT bayrağı ilə bizə göndərdi. Bu Azərbaycanda ilk addım idi. Təzə və tək-tük aktivistlərdən idi. Səs çıxardıb belə nələrsə danışırdı. Hətta belə cəmiyyət belə bilmirdi necə qarşılasın bunu. Danışığı çox səlis, səliqəli olduğu üçün belə bəzən rəy yazırdı ki, çox mədəni uşaqdır, nə bilim, çox gözəl. Amma heyf də, nə bilim, o bunu bacarırdı, o özünü sevdirirdi və cəmiyyət çaşıb qalırdı, bilmirdi bunu söysün, nə bilim, tənqid eləsin, təhqir eləsin, yoxsa həqiqətən də onun enerjisinə açılsın və sevməyə davam eləsin. Daha çox anası haqqında danışırdı, anasını sevdiyindən danışırdı, bağlılığından danışırdı və dərd etdiyi şey də o idi ki, mən anamı qəbul etdirməmiş, heç kim məni qəbul etməyəcək. Bu haqqda çox danışırdı mənə, sadəcə. Hətta belə ölümdən hardasa bir 7 gün qabaq biz artıq belə danışmırdıq, belə trip atırdıq bir-birimizə, dalaşmışdıq güya ki. Çünki yenidən bu ana mövzusuna keçəndə mən artıq onu dayandırmağa çalışırdım ki, mama ilə əlaqəsini yenidən keçmək istəyirdi, yenidən danışmaq istəyirdi, amma həmin ərəfədə çox radikallaşmışdı belə. Telefonlarını açmırdı, məncə yadımda deyil, nəsə belə bir şeylər var idi. Və mən də tələb edirdim ki, okey, bu mövzunu bağlayaq, bu mövzuya zaman lazımdır. Məncə biraz özün də başqa şeylə məşğul ol, başqa şeylər düşün. O da onda mənə əsəbləşmişdi ki, yox da mən daima bu mövzu haqqında danışacağam. Və biz ona görə küsül olmuşduq. O vaxt bu icma, LGBT icma idi, belə çox qapalı idi və öz haqlarını bilmirdilər, müdafiələrə ehtiyac var idi, nə bilim, problemləri işıqlandırmağa ehtiyac vardı. Heç kim amma heç nə eləmirdi, düşünürdü ki, bunu işıqlandırsan daha da çox problemə gətirəcək, gizlənirdilər. Amma İsa'nın o insansevərliyi bunu hardasa hansısa problemin qalmasına icazə vermirdi, əksinə. Görürdüm ki, deməli, səhv etmirəmsə, Nizami tərəfdə yaşayırdı. Orada mən gedəndə o ilə görüşədə fərdi-fərdi insanlar görürdüm. Belə yığırdı başına ki, hə, sən deməli belə şikayət etməlisən ora falan. Jurnalist tapaq, nə bilim, Cavid gəl bura, bunu işıqlandıraq, çəkək. Belə cəmaatı maarifləndirirdi, həm bu mübarizəni öyrədirdi ki, bu necə baş verir. When Isa was doing his activism, there wasn't a lot of active
there wasn't a lot of visible activism in Azerbaijan. He didn't have like an inspiration that it came from. It was just like, here it is. He was basically creating from thin air these ideas and also just making them happen. He had the motivation and the creativity to make it happen. Asker olum gelen son aksiyolar olanda biz grup kimi gelirdik. I think we would meet up at Kanal 13 and then go there together because Isa wanted to show support for all kinds of causes. He was just an active person in that sense. So he would always want to get involved with any kind of issue that he could show his support to. That's also why he was involved with art projects, with educational material, with photojournalism, and with film also, because he wanted to take as many different approaches as possible to supporting and to supporting other causes and to vocalizing his own cause of LGBTI rights. Isa had the opportunity to leave Azerbaijan. Like, there was roads for him to go, but he never ever wanted to. He always said, I'm going to make my mark here. Like, I don't want to leave the country. I want to stay here, and I know it's hard. Of course it's hard, and I don't blame anyone for going. It's not about that. It's about me personally. I want to make a difference here. It's close to 10 years since Isa passed away. And it's been really interesting to see how conversations around him have changed online. In 2022, in January, I was really kind of shocked to see people talking online, and they were saying things like, actually, I don't really support Isa. He was zayıf adamıydı. Ben öyle şey gördüm keçini. O kadar vakit geçip ücey adamlar ona fikir vermeler daha. Yani fikirleşirler ancak onun ölüm fikirleşirler. In Azerbaijan, we mark his death day, and it was like a big event in the country and even in the world, we can say. But I think it's, the important thing when talking about Isa is not that he died, it's that he was here and he made a mark. So like, I want there to be this kind of project where we talk about his legacy, about his work, and about him as a person, and not just about how he died and like the mark that left. So